İslamın ən böyük və ən mühüm sütunlarından biri həccdir. Müsəlmanların hər il Məkkəyə etdiyi ziyarət. Həcc, fiziki və maddi imkanı olan hər bir müsəlmana ömründə ən azı bir dəfə vacibdir. Bəs həccin ümumi fəlsəfəsi nədir? Həcc, müxtəlif ibadətləri özündə birləşdirən bənzərsiz bir ibadətdir. O, insanın həm fiziki zəhmət çəkməsini, həm malından Allah yolunda xərcləməsini, həm də adi halda halal olan bir çox əməllərdən çəkinməsini tələb edən mənəvi bir məşqdir. Bu ibadətin ən aydın təsiri milyonlarla zəvvarın Allah qarşısında bəndəlik və təvazökarlıq nümayiş etdirməsidir. Həcc zamanı diqqəti cəlb edən əsas məsələlərdən biri geyim qaydasıdır. Kişilər iki hissədən ibarət ehram adlanan ağ parçaya bürünür, qadınlar isə adətən sadə və təvazökar geyim geyinirlər. Hər bir zəvvar bu cür geyinməlidir. Beləliklə, həcc insanların tayfa, var-dövlət, nüfuz və ya ailə mənşəyinə görə süni şəkildə bölünməsini aradan qaldıraraq başlayır. Bu səbəbdən İmam Əli əleyhissalam buyurmuşdur ki, Allah həcci bəşəriyyətin onun əzəməti qarşısında tam təvazökarlığının nişanəsi və onun ucalığını etiraf etmələri üçün bir vasitə etmişdir. Həcc mərasimləri çox vaxt fiziki baxımdan yorucudur və ibadətin müqəddəsliyini pozmamaq üçün onlarla hökmə diqqət yetirmək lazımdır. Bu çətinliyin hikməti insanın təkəbbürünü sındırmaq, onu öz zəifliyini dərk etməyə vadar etməkdir. İnsan Allah qarşısında ehtiyaclı olduğunu anladıqca, zəvvarlar psixoloji və mənəvi bir hala daxil olur, keçmiş səhvlərinə görə Allahdan bağışlanma və mərhəmət diləməyə hazırlaşırlar. Allah da öz mərhəmət qapılarını onların üzünə açır. Allahın mərhəmət və bağışlanmasını istəmək üçün ən böyük fürsətlərdən biri Ərəfə günüdür. İmam Baqir əleyhissalam buyurmuşdur ki, Ərəfat dağlarında dayanaraq Allaha dua edən, istər salih, istər günahkar, hər bir kəsin duasına Allah cavab verər. Zəvvarların yerinə yetirdiyi rəmzi əməllərdən biri Minada şeytanı təmsil edən sütunların, cəməratın daşlanmasıdır. Bu mərasim Həzrəti İbrahim əleyhissalam peyğəmbərin şeytanı daşlamasını xatırladır. O, Allahın onu imtahana çəkdiyi zaman şeytanın vəsvəsələrinə qarşı çıxmışdı. Şeytanın daşlanması insanın öz nəfsani istəklərini və vəsvəsələrini rədd etməsini və Allaha yaxınlaşmaq üçün addım atmasını simvolizə edir. Həccin sonunda kişi zəvvar saçını tamamilə qırxır, qadın zəvvar isə saçından az bir hissə kəsir. Bu əməl insanın nəfsdən və zahiri bəzəklərdən ayrılmasının rəmzidir. Saç, insanın zahiri gözəlliyi bir hissəsi olduğuna görə, onun kəsilməsi zəvvarın zahiri və gizlin qüsurlarından təmizlənməsini ifadə edir. Zəvvar sanki yenidən doğulmuş kimi evinə qayıdır və Allah ona günahsız yeni bir həyata başlamaq üçün daha bir fürsət vermiş olur.